Mən Kövsər surəsi ilə əlaqəli hələ çox möcüzə paylaşacağam sizinlə. Bugün yenə Kövsər surəsini oxuyacaqsınız. Bu gecə daha doğrusu. Gecə vaxtı oxuyun, fərq yoxdur günün. Yəni ayın hansı həssası olur olsun, hansı ay olur olsun, əsas odur ki, Allah hər zaman duyur bizi. Niyyət eləyin. Başda 3 dəfə oxuyacaqsınız, amma belə niyyət eləyəcəksiniz. Niyyət edin sifdə. Məsəl üçün, maşın istəyirsinizsə deyin ki, niyyət edirəm maşınımın olmasına və yaxud niyyət edirəm xoşbəxt ailə qurmağıma, niyyət edirəm övladımın olmasına. İndi arzu niyyətlər sizin də hamısı özünüz bilərsiniz. Niyyət etdiniz, sonra bir dəfə Kövsər surəsinin ərəb dilində oxuyursunuz. İkinci dəfə oxumamışdan əvvəl deyin ki, hal-hazırda xoşbəxt ailəm var və yaxud da ki, hal-hazırda maşınım var və yaxud da ki, nə bilim, övladım var. Buna niyyət edin. Yəni niyyətiniz olsun, içinizdəki niyyət. Kövsər surəsini yenə ikinci dəfə oxuyursunuz və o da bitəndən sonra üçüncü dəfə oxuyursunuz ki, başdan yeni niyyət edirsiniz ki, Rəbbim, xoşbəxt ailəm olduğuna görə şükürlər olsun. Və yaxud Rəbbim, maşınım olduğuna görə şükürlər olsun. Nə bilim, evim olduğuna görə, başqa arzular da, işim olduğuna görə. Arzular sizindir, arzular tükənməzdir. Amma bir dənə niyyət seçin başda. Üçüncü dəfə oxumamışdan əvvəl şükür edirsiniz, niyyətlənib və Kövsər surəsini sonuncu dəfə oxuyursunuz. Eləyəndən sonra rəy bildirməyi unutmayın ki, görək kimdən necə hisslər yarandı. Bu arada takip edib bəyənməyi də unutmayın. Öpüyorum.